Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi noxud salatı hazırlayıram, pəhriz salatı. Bunu necə hazırlayıram? Buyurun, izləyin. İlk öncə nə edirəm? Bişmiş noxudu, pörtlənmiş noxudu zeytun yağı ilə biraz qovururam. Üzərinə duz, istiot əlavə edirəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Noxudumuzu biraz zeytun yağı ilə qovururam. Və bunu qaba əlavə edirəm. Keçirik ərzaqlarımızı doğramağa. 1 ədəd qırmızı soğan doğrayıram. Düzdür, 2 ədəd soymuşdum, amma bunun birini istifadə edəcəm. Siz əgər salatın çox olmağını istəyirsinizsə, ərzaqlarımızı çoxalda bilərsiniz. Soğanımızı yarım halqa formasında doğradım və qırmızı balqar bibərini də doğrayıram. Bunu da nazik uzunsov formada, samanvari formada doğrayıram. Bir ədəd pomidoru da doğrayıram. Dediyim kimi ərzaqların hərəsindən bir-bir istifadə edəcəm. Çox fərqli bir salat alınır, fərqli bir dadı olur. 1 ədəd turşu xiyar doğrayıram. Siz istəsəz adi xiyar da əlavə edə bilərsiniz. Normalda adi xiyar əlavə etməliyik. Məndə sadəcə turşu xiyar olduğu üçün bunu əlavə etdim. Bütün ərzaqlarımızı eyni qayda ilə uzunsov formada doğrayıram. Bir ədəd yer kökünün əvvəlcə qabığını soyuram. Sonra da bu formada doğrayıram. Dediyim kimi bunu da uzunsov formasında doğrayıram. Yer kökümüzü də doğradım və bunu da əlavə edirəm. Bir dəstə kişnişi də xırda-xırda doğrayıram. Gördüyünüz kimi həm asan, həm tez başa gələn bir salatdır. Maraqlı, dadı da maraqlı, özü də maraqlı bir salatdır. Gündəlik yediklərimiz salata heç bənzəmir. Dəyişik bir dadı oldu, fərqli bir dadı oldu. Göyərtimizi də əlavə etdim və üzərinə biraz duz, istiot, yarım limon sıxıram üzərinə. Və 1 yemək qaşığı zeytun yağı əlavə edirəm. Bunu yenidən yaxşı-yaxşı qarışdırıram. Artıq gördüyünüz kimi salatımız hazırdır. Rəngarəng, möhtəşəm görüntüsü oldu. Və qabımıza servis edirəm. Bəli, dəyərli izləyicilərimiz, bu da bizim çox maraqlı dadı olan, fərqli dadı olan noxud salatımız hazır oldu.
pəhriz salatımız hazır oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər. Sağ olun. Allah'a emanet olun.